nəyə görə motosikletləri görmədim sözü. Avtomobil sürücülərinin motosikleti vurub aşırdıqdan sonra gətirdikləri ilk bəhanə sanki vurduqları tək şey motosiklet. Üstündəkinin insan olduğunu qavraya bilməzlər bəzən. Hansısa bir məkana girəndə hər kəsin diqqətini çəkir. Lakin hərəkət halında olarkən nədənsə görünməz olur. Çox qəribədir. Motosikletin ölçüsünün kiçik olduğunu və yoldakı mövqeyimizi tez değişdiyimizi nəzərə alarsak, bəzən görünməyə bilər. Yaxşı, nə edək ki, onlar bizi görsün? Ətrafımızdakı sürücülərlə göz təması qura biləcəyimiz nöqtələrdə yerimizi almalıyıq. Manevrə başlamazdan əvvəl dönmə siqnallarından istifadə etməyimizə baxmayaraq, arxamızdan gələn sürücünün bu siqnalı gördüyündən və bizə manevr üçün imkan verdiyindən tam əmin olduqdan sonra manevrə başlamalıyıq. Bütün sürücülərin kör nöqtələrindən, iri qabaritli yük və ya sərnişin daşıyan maşınların kör nöqtələrindən uzaq durmalıyıq. Günün aydınlıq vaxtında belə motosikletin işığını söndürməməliyik. Bir çoxumuz güvəndiyimiz insanlar tərəfindən dəfələrlə aldadılmış. Ona görə də sürücülər sizə baxır deyə onlara güvənməyin. Hər zaman B planınız olsun ki, güvəndiyiniz dağlara qar yağanda heç olmasa əyniniz qalın olsun.